İlk növbədə yəni Allah təbaraka və teala'ya dua edirəm ki, Allah təbaraka və teala bizim hamımızı Ramazan ayına qədər çatdırsın. Və sonra Allahdan istəyirəm ki, ya Rabbi, yəni bizi Ramazan ayında yəni ibadət etməyə, orucları tutmağa müvəffəq et. Və sonra Allah təbaraka və teala istəyirəm ki, yəni orucları, ibadətlər etdikdən sonra, müvəffəq etdikdən sonra bizlərdən ibadətləri qəbul etsin. Və xatırladıram, yəni ilk növbədə, yəni dərsə keçməmişdən qabaq, yəni qarşılar Ramazan ayı gəlir, qardaşlar. Ümumiyyətlə, məsələn qeyd edeyim, yəni sələflər daim Ramazana 1 ay qalmış, 2 ay qalmış, 3 ay qalmış, həm hazırlaşardılar. Duadan əlavə, misal üçün Ramazan ayı Quran ayıdır, Quran oxuyardılar, Ramazan ayı orucluq ayıdır, oruc tutardılar Ramazandan əvvəl, qiyam ayıdır, namaz qılardılar uzun və Ramazandan əvvəl onlar Ramazandan əvvəlki aylarda bunları edərdilər. Vallahi mən dəfələrlə müşahidə etmişəm və alimlərdən şəxsən eşitmişəm ki, kim ki Ramazan ayına özünü saxlayırsa, yəni o asi müsəlmanlar ki, o günahkarlar ki, deyirlər ki, Ramazan ayı gəlsin, düzələcəm. Ramazan ayı gəlsin, filan günahlarımı, yəni nəinki filan, bütün günahlarımı tərk edəcəm, artıq yönələcəm Allah təbarək və teala ibadətə. Yəni o insanlara müvəffəq olmur. Nəyə görə? Yəni heç kim bir günə düzəlmir, qardaşlar. Yəni axşamdan Ramazan ayına bir gün qalmış, axşam tövbə etmək istəyir və Ramazan ayına tövbəli girmək istəyir. Yəni bu adam edir tövbəni, girir Ramazan ayına, lakin 5 gün, 6 gündən sonra görürsən ki, tövbəsini pozur. Çünki insan birdən-birə düzələ bilmir. Yəni yükün altına girə bilmir. Yəni bütün günahları birdən-birə tərk etmək olmur, qardaşlar. Bu müşahidə olunur. Yəni heç kim öz imanına arxayın olmasın. Ona görə nəsihət edirəm ilk növbədə özümə və sonra hər birinizə. Kim o qardaşlar ki, Quran oxumur, Ramazanda oxuya bilməyəcək lazımınca. O qardaşlar ki, indi oruc tutmur, Ramazan ayında əziyyət verəcək ona oruc. Saxlasa da. Çünki fərzdir, saxlamalıdır. Saxlasa da ona əziyyət verəcək oruc. O qardaşlar ki, qiyam-ül leylə qalxmır, o qardaşlar ki, fərz namazlarından başqa namaz qılmır, əlavə nafilə, o qardaşlara təravih namazı əziyyət verəcək və bəzən özündə hiss edəcək ki, bugün qılmaq istəmirəm, sabah qılmaq istəmirəm və hesablayacaq ki, 30 gün ərzində, 29 gün ərzində 5 dəfə, 10 dəfə təravihlərdə iştirak eləmişəm. Hamısı nəyə görə? Yəni, sən özünə arxayın olma, öz imanına, öz sihətinə, öz gücünə arxayın olma. Birdən-birə insan düzəlmir. Ramazandan əvvəl səy göstərsən və Allah təbarək və teala sən qəlbə baxır. Baxır qəlbə. Sən Ramazandan əvvəl Quran oxusan, daim Quran oxusan, Allah təala o ayda müvəffəq edəcək səni Quranla çıxmağı. Ramazan ayından əvvəl orucda dursan, hazırlaşsan, qiyama, siyama, hazırlaşsan, müvəffəq olacaqsan. Yoxsa ki, bir gün qalmış tövbə etmək istəyirsən, tövbə edəcəksən. Demir heç kim tövbə etmir. Tövbə edirsən, lakin çox ağır olur sənə düzəlmək. Ramazandır, yəni yüngüldür. Yəni qayıtma olur, şeytanlar zəncirlənir, lakin sənə ağır olur. 5 gün, 6 gün baxırsan ki, tövbəni pozdun. Aydındır. Ona görə gələ insan, Allah qorusun, yəni Ramazan ayından əvvəl müəyyən qədər ibadətlər etmək lazım. Müəyyən qədər yalvarmaq lazım Allaha ki, müəyyən qədər yəni dua etmək, qiyam-ül leylərə, heç olmasa 2 rükət, 4 rükət gecə qalxıb qılmaq lazımdır ki, Allah təala baxır sənə. Sənin qəlbə baxır və Ramazan ayında asanlaşdırsın sənə. Yoxsa sən indi oxumursansa oxumayacaqsan. Nə qədər qardaş tanıyıram ki, Qur'anı saxlayırdı Ramazan ayının girməsinə. Saxlayırdı ki, o ayda oxuyaram. Savabı daha çoxdur. Bəli, savab daha artıqdır. Lakin 5, 6, bir həftə çəkmir. Taqətdən düşür. Ağır olur. Yəni, birdən-birə bir həftə dalğıla Quran oxumaq, birdən-birə çox ağırdır. Yəni, birdən-birə çoxlu, salih əməllər etmək çox ağırdır. İnsan tab gətirmir. Müsəlman tab gətirmir ona. Ona görə buna diqqət edin.